Ən zəhmətkeş blogerimiz sizcə kimdir? Talih Yüzbəyov. Ən zəhmətkeş blogerimiz kimdir? Siz. Mənim adım nədir? Neydi? Namik olaydı səhv eləmirəm. Namik Fitness. Hə, elə olur. Məncə sizsiniz. Mənim adım nədir? Adınız xatırlamıram. Rahid Əmirli. Hüseyn, buradan sən salam aleykum. Ürəyimsən. Rahid Əmidli. Xalqozan. Cesi. Rahid Əmidli. Məncə Mənsur Şərif. Rahid Əmitli. Ən zəhmətkeş blogerimiz kimdir? İlyas Express. Hardan eşitdin? Keçirdi. Dəqiq. 100%. Görmüsən yoxsa? Oradan gəldim dönər alacaq. Heç mənəm ki önəmli. Onun əlində görmən haqsızlıq olmasın, ona görə deyirəm. 5 manat qazandın. Möhtəşəmsən. Həqiqətən bu gün 5 manatın ilk qalibi. Burada nə demək istəyirsən? İştirak edin pul qazan. İlyas Express nəyə görə zəhmətkeşdir? Zəhmət çəkir ona görə. Nə iş görür də yəni bu adam? İndi cürbəcür işlər görür də. Hansı işləri görür? Yuxulu vaxtıma ki gecə fırlayırdım, gördüm zəhmət keçdi. Neyinirdi? Nə bilim. İlyas Express nə işlə məşğuldur? Express çəyə nəsə çatdı. 5 manatla nə edəcəksən? Dönər alacaq. Yox qardaşım. Uğurlar, nuş olsun. Təşəkkür edirəm. Sağ ol. Əziz izləyicilər, çox xahiş edirəm. Cavaba baxmayın. Digərlərin haqqına girməyək. Sağ olun.